Həbsdə olan hansı ex-icra başçıları amnistiyaya düşə bilər? Gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdırırıq. 26 dekabr tarixidir. Belə ki, artıq bir neçə gündür prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu akt əsasında məhz təkcə 5 minə yaxın məhkum cəza çəkmə müəssisələrindən azadlığa buraxılacaq. Bəs amnistiya aktı indiyə kimi həbs edilmiş icra başçılarından kiməsə aid edilə bilərmi? Bu sualın cavabına bu məlumatı diqqətinizə çatdıraq ki, Gündəm Xəbər Qafqaz Infoya istinadən bu məlumatı diqqətinizə çatdırır ki, içəridə olan ex-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmail Vəliyev amnistiya aktından faydalana biləcək. Ona görə ki, İsmail Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb və amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. Bunu nəzərə alsaq, yaxında İsmail Vəliyev də azadlığa çıxa bilər. Qeyd eləyək ki, uzun illər Neftçalanın icra başçısı işləyən Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi və 2 gün əvvəl o da amnistiya ilə azadlığa çıxdı. Digər hallarda icra başçıları işləyərək sonradan həbs edilən William Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alim Paşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər. Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rızayevin cinayət işi isə hələ ki ibtidai istintaq dövründədir. Qeyd eləyək ki, Ədliyyə Nazirliyi amnistiya aktını 4 ay ərzində icra etməlidir.